Değerli şagirdler, abituriyentler, izleyiciler, bu dersimizde Çingiz Aytmatov'un Gün var əsrə beraber əsərindən ixtisarla verilmiş manqurt hissəsiyle tanış olacaq. Bu əsər orta məktəbdə 7-ci sinifdə öyrədilir. Çox məşhur bir əsərdir. Ümumiyyətlə, manqurt ifadəsi məşhur ifadədir. Bunu bizim leksikonumuza daxil edən məşhur qırğız yazısı Çingiz Aytmatov olmuştur. Demək, manqurt əfsanəsinin özünün məşhurlaşmasından çox ifadə özü çox məşhurdur. Çünki zaman zaman, hətta ta o keçmiş zamanlardan bu günümüzə qədər, bu gün də davam edən insanları manqurtlaşdırma deyilən bir siyasət var. Həmişə idarə edənlər idarə elədiklərini manqurt kimi, manqurt vəziyyətinə salıb idarə eləmək istəyirlər. Xüsusilə bu Sovet rejiminin quruluşunun da əsas qayələrindən, məqsədlərindən biri idi ki, idarə elədiyi xalqın nümayəndələrini manqurtlaşdırsınlar ki, rahat idarə edə bilsinlər. Çingiz Aytmatov da Sovet hökuməti dövründə yaşamasına baxmayaraq SSR-nin, Rusiyanın demək, SSR dövlətinin tərkibindəki Rusiyanın insanları belə manqurtlaşdırdığını ifadə eləmişdir. Bizim Sovet yazıçıları Rusu təbliğ eləməkdən, Rusun belə deyək, Rusa köləlik eləməkdən məşğul olub, elə onlar özləri də manqurt olub, manqurtluğu təbliğ edən, xalqı manqurtlaşdırmağa çalışan əsərlər yazıblar, amma böyük qırğız yazısı isə tarixə ekskurs edərək bizə başa salır ki, yəni öz xalqına başa salır ki, Sabitçanlar, Tansekbayevlar, bunlar da müasir manqurtlardır. Əsərin məzmunu ilə tanış olaq. Demək ki, Anabeyt qəbristanlığının tarixindən başlayır müəllif, deyir ki, bir məşhur Anabeyt qəbristanlığı var və bu niyə belə məşhurlaşıb? Demək, janjanlardan danışır. Janjanlar deyir, əsir götürdükləri insanları, əskərləri manqurtlaşdırarlar. Manqurtlaşdırmaq sözünün nə olduğunu ifadə edir. Bu hissəni xüsusi olaraq oxumaq istəyirəm. Deyir, janjanların özləri üçün qul kimi saxladıkları əsirləri isə dəhşətli taliyə gözləyirdi. Niyə bu özləri üçün saxladıklarından danışır? Deyir ki, qulları satardılar, amma satmaq deyir, bir xoşbəxtlik idi əsir üçün. Çünki deyir, o sonradan xilas ola bilərdi, qaça bilərdi, qohumları onu satın ala bilərdilər falan. Nəysə, yəni onun taleyinin də bir işıq ucu var idi. Amma taleyində bir işıq görünürdü. Amma deyir, özləri üçün saxladıkları üçün saxladıklarının belə bir taleyi yox idi. Onlar öz qurbanlarının başına zif keçirib, indi zifin nə olduğunu izahını verəcəkdir. Yazısı müəllif, dözülməz işgəncə verərək onun yaddaşını tamam yox eləyirmişlər. Bu işi adətən davada əsir alınmış cavan döyüşçülərin başına gətirirmişlər. Əvvəlcə onların başını qırxırmışlar, tükləri bir-bir dibinəcən təmizləyirmişlər. Başı qırxıb qurtaranacan janjanların təcrübəli qəssabları lap vaxtında qart bir dəvə kəsərmiş, lap yaxında qart bir dəvə kəsərmiş, qart yəni qocalmış. Dəvənin dərisini soyanda əvvəlcə onun ən ağır və möhkəm olan boyun dərisindən başlayarmışlar. O dəqiqədə hissələrə bölüb, buğlana-buğlana başı qırxılmış əsirləri başına keçirərmişlər. Dərinin çəkilməsi ilə saqqız zifi kimi yapışmağı bir olurmuş. Deməli, məhz o dəriyə zif deyirlərmiş. Saqqız zifi kimi yapışmağı bir olurmuş. Bir növ indiki üzgüçlük papaqları kimi. Başına belə iş gətirilən adam ya ağır işgəncələrə dözməyib ölür, ya da ömür billah yaddaşını itirib manqurt olurmuş. Demək, yaddaşını itirmiş adama manqurt deyirlər. Təkcə yaddaşını itirmək məsələsi deyil, manqurt həm də öz ağasına çox itaətkar kölə olurmuş. Yəni, keçmişini xatırlaya bilməyən qula çevrilirmiş. Bir dəvənin boyun dərsi 5-6 zifə bəs edirmiş. Zif salınandan sonra məhkumun boynuna taxta kündə keçirirmişlər ki, başını yerə çatdıra bilməsin. Onun tükürbədəci nailləri boş yerə narahatçılıq verməsin deyə yazıqları bu vəziyyətdə uzaq yerə aparıb, əl-ayaqları bağlı, ucsuz, ad susuz atarmışlar qızmar günün altında.
işgəncə bir neçə gün sürərmiş. Müəyyən yerlərdə də güclü gözətçi dəstələri qoyarmışlar ki, hələ sağkən qohumlarından, əqrabalarından gəlib onları xilas etmək fikrinə düşsələr, qoymasınlar. Ancaq belə hallar çox nadir olurmuş. Çünki açıq düzənlikdə hər cür hərəkət uzaqdan görünür. Sonralar bir nəfərin manqurt olunmaq xəbəri gəlib. Qəbiləyə çatanda onun ən yaxın qohumları belə onu xilas etmək, yasatını alıb qurtarmaq istəmirmişlər. Çünki bu adamın özünü yox, müqəvvasını qaytarmaq deməkdir. Sarı özəyin qızmar günəşinin döydüyü çöldə ağır işgəncə çəkənlərin çoxu dözməyib ölürmüş, 5-6 manqurtdan biri, ya ikisi sağ qalırmış. Onların ölümünə bahis aclıq və ya susuzluq olmurmuş. Onların axırına çıxan gün altında quruyub manqurtun başına da get-gedə amansızcasına sıxılan xam dəvə dərsinin verdiyi dözülməz əzablardır. Qızmar günəşin şüaları altında durmadan sıxılan zif qulun qırxıq başını dəmir mənginə kimi sıxırdı. Janjanlar yalnız 5-ci gün gəlib onları yoxlayırmışlar ki, görsünlər kim ölüb, kim qalıb. Əsirlərdən birini diri tapanda belə hesab edirmişlər ki, məqsədlərinə çatıblar. Ona su verir, qandal kündəsini açır, sonra da biraz qulluq eləyib güzə gətirir, ayağa qaldırırlar. O, yaddaşını itirib dönüb olurdu qul manqurt. Buna görə də adi sağlam qullara nisbətən 1-ə 10 artıq qiymətləndirilirdi. Manqurt kim olduğunu, hansı nəsildən, qəbilədən olduğunu, adını, uşaqlığını, atasını, anasını xatırlayıb yadına sala bilmirmiş. O dilsiz, ağılsız heyvan kimi bir şey olduğu üçün tamamilə müti və təhlükəsiz idi. Manqurt heç vaxt qaçmaq fikrinə düşməzmiş. Buna görə də onu güdmək, keşikçi saxlamaq, gizli niyyətlərindən şübhələnmək lazım gəlmirdi. Manqurt sadiq it kimi bircə öz sahibini xatırlayırdı. Başqa adamlara baş qatıb qarışmazdı. Bircə fikri qayğısı varsa, o da qarnını doyurmaqdır. Başqa dərdi səri yox idi. Əvəzində tapşırılan işi kör-köranə, zan-ı dildən inadla yerinə yetirərdi. Manqurtlara adətən ən çirkin və ağır işlər gördürərlər. Ya da ki, küt dözüm tələb edən can sıxıcı işlər buyurardı. Demək, manqurt gördüyümüz kimi tam itayətkar bir canlıdır. Bezmir, darıxmır, usanmır. Deyir ki, bir qarın əpbəyi ver, nə desən eləyir. Heç nədən deyir, şikayətlənmir. İnsani hisslər, nəinki insani? Heyvani, biyoloji hisslərdən də məhrum olur. Məsələn, deyək ki, burada deyir sadiq it. Məsələn, bir iti, it sənə nə qədər sadiq olsa, bir həm cinsini görsə, ona meyil edir. Bu isə heç kəsə, heç nəyə meyil eləmir. Bəli, deyir, bu zamanlar deyir, o dövr idi ki, bizim bu qəhrəmanımız bir uşaqçı var. Biz indi onun haqqında danışacağıq. Janjanlar bu sarı özək deyilən yerləri zəbt eləmişdilər və əsir götürdükləri adamları da, cavanların yaxşılarını manqurt eləyərdi. Üstəgəl bu manqurtların hələ bir problemi də olurdu. Deyir ki, bu dəridir yapışıb onların başında qalırdı. Bu dərini onların başından qoparmaq istəyəndə deyir, onlar üçün deyir, bu ən dəhşətli bir şey kimi təsəvvür olunur. Ona görə deyir, başlarına deyir, papaq qoyardılar, o başlarını da qoruyardılar. Çünki o ağrının yaddaşı onlarda qalmışdı ki, bu başlarına keçirilən şeyin onlara əzab verdiyini xatırlayırlar və düşünürlər ki, kimsə yenə ona toxunsa, hətta onu buğa verib başından çıxarmaq istəsə, təmizləmək istəsə, yenə bu ağrılar, acılar başlayacaq. İndi gəlin görək nə olur. Bir Nayman ana deyilən Naymanlarda bir qadın var imiş. Bu qadının oğlu da oğlu haqqında bir ifadə işləyir. Daha doğrusu eşidir ki, sövdəgərlər danışır ki, çöldə, sarı özəkdə bir manqurt gördük. Cavan, gənc, heç nə xatırlamır. Və indi görək, bu bizim Nayman ana niyə bu sözdən bərk təsirlənir? Həmin yerə tüm tərifləri də vermişəm, oxuyaq. Deyir ki, bu söhbət gedən vaxt bir arvad, sövdəgərlər bir manqurtdan danışanda çay süzülmüş, demə o Nayman anaymış. O gecə Nayman ana səhərəcən çimi vurmur, başa düşür ki, o manqurt pasibanı. Sarı özək çöllərində axtarıb tapmayınca, onun öz oğlu olmadığını bilməyincə rahatlıq tapmayacaq. Çoxdan bəri ürəyində gizləyib
saxladığı üzücü, qorxulu bir şübhə ana qəlbində yenidən baş qaldırmışdı. Oğlu döyüş meydanında həlak olub, ya yox. Onun oğlu Sarı Özək torpaqlarında janjanlarla döyüşdə həlak olmuşdu. Əri də bir il əvvəl öldürülmüşdü. Naymanlar arasında ad çıxarmış, sayılan kişilərdən biriymiş. Oğlu döyüşə getmiş ki, atasının qisasını alsın. Döyüşdə düşmənlə üz-üzə gəlib, sinələşəndə görüblər ki, onun oğlu yıxılıb atın boynuna. Döyüşün həşrindən hürüşən qızğın at götürülüb. Oğlan duruş gətirə bilməyib yıxılıb, bir ayağı ilişib üzəngiyə, atın böyründən asılı qalıb. At oğlanın cansız cəsədini sürüyə-sürüyə üst tutub sürər. Tərslikdən at düşmən tərəfə keçir. Naymanlar bir neçə gün dalbadal çölləri gəzib axtardılar ki, oğlanın ölüsünü tapsınlar. Bir şey çıxmadı. Nə meyitini tapdılar, nə atını, nə də silahını, yarağını. Nə iz vardı, nə də əlamət. Onun həlak olduğu heç kimdə şək şübhə olduğuna heç kimdə şək şübhə yox idi. Çünki yaralı olsaydı belə bu neçə gün ərzində ya qan itkisindən ya da susuzluqdan ölər. Amma Nayman ana ki, bir pasibanın, manqurt pasibanın, yəni dəvə güdənin xəbərini eşidir, fikirləşir ki, o oğlunun öldüsünü qaldısı bilməyincə, gedib bu pasibanı görüb, oğlu olub olmadığını dəqiqləşdirməyincə ona dinclik olmayacaq. Burada tüm təriflərlə yazmışam, deyir, zaman keçdikcə hər şey silinib, unudub gedir, amma ana heç vaxtı deyir, oğlunu unuda bilməmişdir. Ana deyir, səhər deyir, hazırlaşdı günün birində. Onun bir Ağmay adlı dəvəsi var idi. Dəvəsini bir hıqladı. Burada tüm tərifləri vermişəm. Yəni, dəvəni yatırdıb belinə minərlər. Buna hıqlamaq deyir. Sonra deyir, heybələri deyir, tələsik alıqdan, yəni sumkalarını deyir, çantalarını alıqdan aşırdı. Alıq da dəvənin belinə qoyulan deyir ki, falan. Oradan aşırıb deyir, sonra dəvəni dikətdi deyir. Ağmaya deyir, başa düşdü ki, deyir, uzaq səfər var və başladı Sarı Özəkdə oğlunu axtarmaq. Neçə gün axtarandan sonra, gəzəndən sonra birdən gördü ki, bəs bir dəvə sürüsü deyir. Ürək əsdi deyir. Çox haldan hala düşdü. Çünki dəvə sürüsünü güdən bir adamı gördü. Bunun oğlu ola biləcəyini düşünərək, çünki bu oğlu tapmaq, həm də oğlu tapmaq demək deyil, yəni bunun müqavvasını tapmaq demək. Gəlir bəni, yəni görür ki, oğludur, oğluna xitab edir ki, oğlum, oğul bala, səni axtarmaqdan əldən düşmüşəm, mən sənin anam. Amma oğlundan heç bir reaksiya olunub, o hissəni oxuyum. Digər ki, onun gəlişi oğlana heç bir təsir göstərmədi. Heç ağzını açıb soruşmadı ki, ayar var, kimsən, niyə ağlayırsan? Nayman ana tərpənməyib yerində qaldı. Çöməlib üzünü əlləri ilə örtərək xısın-xısın ağladı. Başını qaldırmadan bir müddət bu vəziyyətdə qaldı. Manqurt oğlu heç bir şey olmamış kimi mənasız və laqeyd nəzərlərlə ona baxdı. Üzgün sifətində nə isə təbəssümə bənzər bir şey işardı, ancaq gözləri yenə əvvəlki kimi tamam etinadsız. Nayman ana soruşdu, məni tanıyırsan? Manqurt başı ilə yox dedi. Bəs adın nədir? Manqurt. Səni indi belə çağırırlar. Əvvəlki adının yadındadır. Bir əsl adının yadına sal görüm. Manqurt danışmırdı. Anası görürdü ki, o adını yadına salmağa çalışır. Qaşlarının arası iri tər içindədir. Amma görünür, oğlan qalın bir divara rast gəlmişdi. Divarı keçə bilmir. Bəs atanın adı nədir? Bəs özün kimsən? Kimlərdənsən? Heç olmasa doğulduğun yeri isə də bilirmirsən? Bilmirsən? Yox. O heç nə demir, heç nə xatırlamır. İlahi, gör səni nə günə salıblar deyə ana pısıldadı. Yenə də özündən asılı olmayaraq dərddən boğula-boğula ağlamağa başladı. Ananın bu dərdi, kədəri manqurta qəti təsir etmirdi. Ana onun kim olduğunu soruşmaqla yox, təlqinlə başa salmaq qərarına gəldi. Sənin adın Jolamandır. Eşidirsənmi? Sən Jolamansan. Atanın adı da Donenbaydı. Sən yadında deyil, o səni hələ uşaqlıqdan oxatmaq öyrədərdi. Mən də sənin ananam. Sən də mənim oğlum. Sən Naymanlar qəbiləsindənsən. Başa düşdün? Sən Naymansan. Amma qətiyyən heç nə xatırlamırdı. Hətta ana bir dəfə çaşıb, bu hissəsini oxuyum. Qoy görüm onlar sənin başına nə iş gətirilər deyə Nayman ana əlini onun başına uzatdı. Manqurt kənara sıçrayıb çəkildi. Əli ilə papağından yapışıb daha anası tərəfə baxmadı. Arvad başa düşdü ki, başını heç bir vaxt onun yadına salmaq olmaz.
Bu vaxt uzaqda dəvəyə minmiş bir adam göründü. O yaxınlaşırdı. Nayman ana soruşdu: "Bu kimdir?" "Mənim üçün yemək gətir." Nayman ana çox qorxur, tez dəvəsinə minib uzaqlaşır. Uzaqlaşarkən bir səhifə yol verir, çünki dəvənin belində uzaqlaşır. Bu gələn Janjan başa düşür ki, bura kimsə gəlib. Bunu izləyib tapmaq istəyir, amma Nayman ana uzaqlaşır, bir yoğunluqda dəvəni xıstırdıb yatızdırır və adam bunu tapmayıb qayıdıb gedir. Gecəni ana çöldə qalır, çünki gecə yaxınlaşa bilmir, birdən Janjan getməz oradan. Səhər yaxınlaşır. Gəlir, salamlaşır, ana oğlunun üzündə bir ifadə, gah gəlir, gah gedir. Nəysə ana oğlunu yedizdirir, içizdirir, ona təlqin eləməyə başlayır ki, sən atan Donenbaydır, sən Jolamansan, sən Naymansan və ananın necə ağlına gəlirsə balasına Layla çalır. Və bu Layla elə bil Jolamana təsir edir. Onun üzünün ifadəsi dəyişir, elə bil o yandaşı da nəsə bir oyanma başlayır. Çünki deyir, Layla onun xoşuna gəldi, məmnun oldu. Ana axşama kimi balasıyla başı necə qarışırsa, bir də onda ayılır ki, bəs bunun sahibləri, bu manqurtun sahibləri gəlirlər. Ana yenə ağmayanı minir. Bu dəfə onu az qala öldürəcəklər, çünki tək olmurlar. Bir təhər ki, dəvə ağmayadır, sürətli heyvan idi. Bir təhər ki, qaçırdıb ananı aradan çıxardır. Amma deyir, ana bilmədi ki, deyir, onlar gəlib manqurtu döydülər. Acıqlarını manqurtdan çıxdılar. Manqurt onlara hər şeyi danışır. İlk o deyir ki, mən sənin anam. Onlarla deyir, sənin anan qadın yoxdur, sənin başındakı o dərini zifi para verib çıxarmaq istəyir. Elə dedikcə də deyir, bu dəli olur. Və belə qərara gəlirlər ki, buna ox yayı versinlər. Ox yayı verirlər. Hətta bir prob üçün papağı göyə atır, deyir, bir vur görüm. Jolamanın deyir, əl qardaşı deyir, dururmuş deyir. Bu deyir, havadakı papağı ilə hərəkətli olan papağı deyir, oxdan vurur. Hətta bu sahiblər də özləri məəttəl qalırlar ki, aha, bunun əlinin yaddaşına qalmalı. Bəli, sonra çıxıb gedirlər. Onsuz da ağası nə desəydi, onu yerinə yetirirdi. Səhər ana bir də yaxınlaşır. Gəlir, o yüklü dəvəni ki, o özü üstündə gəzirdi. Hər şey onun üstündə idi. O dəvəni görür, amma oğlunu görə bilir. Görə bilməməyin də səbəbi olur ki, ana üzü günəşə tərəf gedir, oğlu da o dəvənin arxasına keçib anasını vurmaq üçün ox yayını hazır durmuş. Çağırır, oğlunun da gözünə işıq düşür, görmür. Bir də onda görür ki, bəs oğlu onu nişan alır. Bir atma deyə bilir. Vəssalam. Daha heç cür çatdıram, istəyirdi ki, dəvə ilə yaxınlaşıb qarşısına keçsin, amma o ürəyinin başından sancılır. Ana da heç nə deyə bilmir, dəvənin boynundan düşür. Burada bir simvolik bir şey var. Deyir ki, aşarkən dəvənin boynundan bu hissəsini oxuyum. Deyir, atma deyə bildi. Elə ağmayanı mahmuzlayaraq istəyirdi ki, dönüb oğlu ilə üzbəüz gəlsin, yetirmədi. Ox vızıltıya onun sol qoltuğuna sancıldı. Bu ölümcül zərbi idi. Nayman ana dəvənin boynuna sinib ilişən yıxıldı. Ancaq ananın özündən əvvəl başının yaylığı açılıb düşdü. Havada bir quş olub çığıra-çığıra uçub getdi. Yadına sal, kimlərdənsən, adın nədir? Sənin atan Donenbaydır, Donenbaydır, Donenbay. Deyilənə görə o vaxtdan sarı özəkdə Donenbay quşu uçur. Donenbay quşu yolcuya rast gələndə onun yaxınlığına soça səslənir. Yadına sal, kimlərdənsən, kimin oğulsan, adın nədir, adın Donenbay, Donenbay. Sarı özəkdə Nayman ananın bastırıldığı yer o vaxtdan ana beyt, yəni ana məskəni, qəbristanlığı adlanır. Demək, bu məşhur hekayə ki var, bu məşhur hekayə bizə manqurt terminini izah edeyim, başa salın, yaddaşını itirən soyundan, kökündən qopan insana ki, manqurt deyirlər. Qopan deyəndə soyundan, kökündən qoparılmış insana manqurt deyirlər. Və bütün dövrlərdə belə bir siyasət yürüdülür və bugün də deyək ki, mətbuatın imkanları ilə, internetin, radionun, televiziyanın
imkanları ilə insanlar manqurtlaşdırılıb. Dünyada əvvəlcə bir informasiya müharibəsi gedir. Bu informasiya ilə insanların beyinləri yuyulur və sonra da insanları istədikləri kimi idarə edirlər. Bütün zamanlar üçün, xüsusilə 20-ci əsr, 21-ci əsr üçün bu daha çox keçərlidir. Çünki 20-21-ci əsrlərdə bu texniki vasitələrlə insanların beynini yumaq daha deyək ki, asan olub. Faşizm olsun, başqa nə bilim, nasizm olsun, nə olur olsun. Yəni çox dəhşətli şəkildə insanların beyni yuyulur və manqurtları idarə eləmək asan olur. Biz də çalışmalıyıq ki, insanlarda sorğulamaq hissini, sual vermək hissini, həqiqəti üzə çıxarmaq hissini dedikdə, yəni düşüncə tərzini formalaşdıra bilək. Bu elə ədəbiyyat fənninin məqsədindən də biri olmalıdır ki, insanlara, yəni şagirdlərdə düşünməyi, sorğulamağı şagirdlərə öyrətmiş olsun. Çünki manqurt olmaq insanlıqdan çıxmaq demək. Hətta nəinki insanlıqdan, heyvanlıqdan da çıxmaq demək. Çünki tamamilə kör olmaq ixtiyarını başqasının əlinə vermək deməkdir. Allah uzaq eləsin. Manqurt olmaqdan, cahil olmaqdan. Bunun bir adına da biz cahil deyirik. Yəni insan nə qədər oxumuş olsa da, sorğulaya bilmirsə, həqiqəti müəyyənləşdirə bilmirsə, vicdandan, əxlaqdan qopubdursa, ondan nə tələb olunursa, cəmiyyətdə ondan nə istənilirsə, onu qeyd şərtsiz qəbul edir və yerinə yetirirsə, deməli artıq manqurtlaşıb. Və bizi Allah manqurt olmaqdan saxlasın. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunduysa, mənim üçün nə mutlu.